Həftəlik bürclər balıq, xərçəng, əqrəb bürclərini 3 noyabrdan 10 noyabra doğru nələr gözləyir? Balıqlar bu həftə biraz elə bir ki, insanlar sizə başqa-başqa məlumatlar bildirə bilər. İnsanların danışıqları, insanların sizə doğru biraz şişirdilmiş yanaşması çox ola bilər. Fikir verin insanların sizə aqressivləşdirməsi, insanların sizə doğru təsiri sizi daim yarımçıqlıqda saxlaya bilər. Bacardığınız qədər öz balansınızı, bacardığınız qədər öz stabiliyyətinizi qoruyub saxlamağı belə deyim də aktivləşdirin. Çünki bu həftə həm ailəvinizlə, həm həyatınızda olan şəxsi insanlarla əlaqədar güvənsizlik, yarımçıqlıq, şübhələr, zaman boşluğu, yola vericilik və yaxud da boşanma, ayrılıq və yaxud da işinizdən, maddiyyatınızdan əlaqədar olaraq belə deyim də uzaqlaşma kimi, bəzi şeyləri bitirmə kimi düşüncələriniz ola bilər, balıq bürcləri. Bacarırsınız bu həftə uzaqlaşın, bir müddət pauzada qalın, mühitinizi, yerinizi, özünüzü dəyişməyə çalışın. Çünki beyin və düşüncələriniz stabil olmadığı müddətcə siz də daha çox, belə deyim də, qırıcı, əzizi bir formada olmağa başlayacaqsınız. Bu həftə ən gözəl bir məqamda işlə əlaqədar başqa təkliflər, belə deyim də, sosiallığınızı işlə əlaqədar aktivləşdirməyə çalışın. Mühit olaraq, iş, pul, maddiyyat olaraq yenilənməyə çalışın. Çünki uğurunuz oradan gələcək. Ümumi həftəni dəyərləndirsə 72%-ə qədər həftənizi uğurlu edə bilərsiniz. Və həftənin ən narahat edicilərindən biri də xərçənglər sizlərsiniz. Xərçənglər çünki bu həftə belə deyim də zaman çərçivəsinə doğru özünüzün krizis vəziyyətiniz keçmişlə gələcək arasında qeyri-balans bir vəziyyət olacaq. Yəni keçmişin böyük bir ədalətsiz dalğası, yarımçılıqlarınız, dövlətlə, rəsmiyyətlə əlaqədar problemləriniz, şəxsiyyətlə əlaqədar uçurumlarınız o qədər sizi belə deyim də körpünün yarımçılığında saxlayacaq ki, qərarsızlığınız, hansı istiqamətə doğru gedəcəyiniz və qarşınızdakı olan insanların da sizə qarşı acımasız olmağı sizin həftəni belə deyim də sürünə-sürünə, yarımçıq formada aparmağınıza təsir edəcək. Pul maddiyyat olaraq deyim çox çöküş yaşayacaqsınız. Yox, bu həftə bacarırsınızsa şəxsiyyətlə əlaqədar, enerjilərinizlə əlaqədar öz stabiliyyətinizi qurmağa çalışın. Çünki ən böyük çöküntü oradadır. Pul maddiyyat deyil, şəxsiyyətin çöküntüsü sizin maddisal olaraq qalxmağınızı, özünüzü aktivləşdirməyinizə mane olacaq. Psixoloqla bacarırsınızsa seanslarınızı aktivləşdirin. Çünki özünüzlə psixoloji yanaşmağı çox gözəl bacarırsınız. Öz üzərinizdə işləməyə, aktivləşməni edin. Valideynlərinizlə, ailəvinizlə əlaqədar bəzi nüanslarda problem yarana bilər. Bunları stabilləşdirməyə çalışsınız və ən böyük problem insan həyatında keçmişin gələcəkdə yaşamasıdır. Bu problemin qabağını ala bilsəz, xərçənglər 64%-ə qədər həftənizi uğurlu edə bilərsiniz. Əqrəb bürclərinə gələndə isə əqrəb bürcləri bu həftənin uğurlularından biri də sizsiniz. Belə deyim də, bacarırsınızsa əqrəblər ailə, yenilik, başlanğıc, dəstək, şans, hər şey sizin yanınızdadır bu həftə. Yəni bu şans ret-qret gələ düşür və bu ay sizin ayınız olduğu üçün və dolunay əqrəb bürcündə olduğu üçün aktivləşmələr sizdə olduğu üçün həftənin həm şans baxımından, həm ailə baxımından, yeni qapılar baxımından, dost ətraf baxımından çox gözəl şanslarınız ola bilər. Çəkinmədən risk etmə, çəkinmədən danışıq və sözlərinizi ifadə etmə bacarığınızı aktivləşdirməlisiniz. Çox kart açıb sizin enerjinizi bulandırmaq istəmirəm. Məni sadəcə narahat eləyən sizin boğaz sisteminizdən mədə sisteminizə gələn narahatçılıqlarındır. Yediyimiz, aldığımız, qəbul etdiyimiz hər bir şey dərman ola bilər, qidalanma ola bilər, maye ola bilər. Bunlara fikir verməsi. Çünki bədəninizdə zəhərlənmə, belə deyim də, infeksiyon sistemi aktivləşdirə bilər, allergik fonu gücləndirə bilər. Bunlara fikir verməlisiniz. Ümumi dəyərləndirsək 85%-ə qədər həftənizi uğurlu edə bilərsiniz və məncə də həftəniz əqrəblər ayınız belə uğurlu olacaq.